Salam əziz məktəb dostlar və mən izləyən valideynlər. Bugün İZənin 6-cı sinif monitorinqindən texnologiya və onun həyatımızda rolu mətnini izah edəcəm. İnsan həyatının inkişafında əsas amillərdən biri olan texnologiya gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Texnologiya dedikdə elmi biliklərin praktiki tətbiqi, həmçinin insanların problemlərini həll etmək üçün istifadə olunan vasitələr və üsullar nəzərdə tutulur. Onun tətbiq sahəsi çox genişdir. Yəni texnologiyanın tətbiq sahəsi çox genişdir. Kommunikasiya, təhsil, tibb, sənaye, nəqliyyat, əyləncə və digər sahələrdə mühüm rol oynayır. Kommunikasiya sahəsində texnologiyanın rolu xüsusilə nəzərə çarpandır. Uşaqlar, kommunikasiya yəni ünsiyyət qurma. Mobil telefonlar vasitəsilə məsəl üçün ünsiyyət qururuq, internet və sosial media platformaları sayəsində insanlar dünyanın istənilən nöqtəsindən bir-biri ilə əlaqə saxlaya bilirlər. Bu, informasiyanın asan ötürülməsinə, insanların sosiallaşmasına və qlobal əməkdaşlığın güclənməsinə şərait yaradır. Uşaqlar, sosial media platformaları dedir. Burada YouTube, Facebook, Instagram və sair kimi sosial media platformaları nəzərdə tutulur. Yəni, insanlar bunlar vasitəsilə bir-biri ilə əlaqə saxlaya bilirlər. Təhsildə də texnologiya yeni perspektivlər açıb. Elektron kitablar, onlayn təhsil platformaları, virtual reallıq texnologiyaları tədris prosesini daha da interaktiv və əlçatan edir. Məsəl üçün, bir çox siniflərdə rəqəmsal bacarıqlar, STEM dərslər keçirilir ki, bunlar da texnologiyanın təhsilə təsiridir. Bu texnologiyalar vasitəsilə istənilən yaşda və istənilən yerdə təhsil almaq mümkündür. Tibb sahəsində texnologiyanın inkişafı insan həyatını xilas etməkdə mühüm rol oynayır. Müasir tibbi cihazlar və diaqnostika texnologiyaları xəstəliklər daha erkən mərhələlərdə aşkarlanmasına və müalicə olunmasına imkan yaradır. Süni intellektlə təchiz olunmuş sistemlər həkimlərə dəqiq analizlər aparmaqda kömək edir. Uşaqlar, yəni indi xüsusi texnologiyalar var ki, onlarla insanlar müayinə olunur və xəstəliklər daha erkən aşkar olunur. Süni intellektlə təchiz olunmuş sistemlər həkimlərə dəqiq analizlər aparmaqda kömək edir. Bununla yanaşı texnologiya ekoloji problemlərin həllində də istifadə olunur. Ekoloji problemlər uşaqlar, yəni təbiətdə, ətraf aləmdə baş verən problemlərin həlli nəzərdə tutulur. Günəş enerjisi, külək turbinləri və elektrik avtomobilləri ətraf mühitin qorunmasına töhfə verir. Bununla belə texnologiyanın mənfi təsirləri də mövcuddur. Məsələn, texnoloji cihazlardan həddən artıq istifadə sağlamlığa ziyan vura bilər. İnsanlarda sosial təcrid yarada bilər. Yəni, insanlar o qədər internet vasitəsilə, telefon, kompüter vasitəsilə ünsiyyət saxlayır ki, sosial həyatda, yəni ətrafda, məktəbdə, nə bilim, qonaqlıqda və sair məclislərdə ünsiyyət qurmaqda problem yaşayır. Üzbə-üz surətdə. Çünki o qədər telefonda asıllıq yaradır ki, insanlar bir-biri ilə sanki danışıq qabiliyyətini itirir. Ona görə də insanlarda sosial təcrid yarada bilər. Bundan əlavə, avtomatlaşdırmanın artması bəzi iş yerlərinin itirilməsinə səbəb ola bilər. Yəni, bu nə deməkdir? Artıq bəzi fabrik və zavodlarda texnologiyalar avtomatlaşdırılmış sistem vasitəsilə işlər həyata keçirildiyi üçün bəzi insanlar öz işlərini itirə bilirlər. Çünki artıq insanın gördüyü işi müxtəlif cihazlar həyata keçirir. Yəni, müxtəlif texnoloji vasitələr həyata keçirir. Ümumilikdə texnologiya həyatımızı asanlaşdıran, problemləri həll edən və yeni imkanlar yaradan bir gücdür. Lakin onu balanslı və məsuliyyətli şəkildə istifadə etmək vacibdir. Mətndə hansı sualın cavabı yoxdur? Texnologiya tibb sahəsində hansı üstünlükləri təmin edir? Bunu artıq bildik ki, xəstəliklərin erkən aşkar edilməsinə kömək edir. Deməli, bu sualın cavabı var. Texnologiyanın ekoloji problemlərin həllində rolu nədir? Baxın, burada nə dedik? Dedik ki, texnologiya ekoloji problemlərin həllində istifadə olunur. Günəş enerjisi, sonra külək turbinləri və elektrik avtomobilləri ətraf mühitin qorunmasına töhfə verir. Sonra,
Texnologiya təhsil sahəsində necə istifadə olunur? Baxın, burada da var idi. Təhsildə də texnologiya yeni perspektivlər açıb, elektron kitablar, onlayn təhsil platformaları, virtual reallıq texnologiyaları tədris prosesinə daha da əlçatan edib. Texnologiyanın inkişafı hansı dövrdə başlamışdır? Bu haqda məlumat yox idi. Hansı texnologiyalar ekoloji problemlərin həllinə yönəlib? Günəş enerjisi və külək turbinləri. Kommunikasiya sözünün mənası nədir? İnsanların bir-biri ilə əlaqə qurması və informasiya mübadiləsi. Yalnız internet vasitəsilə ünsiyyət yalnız yazılı və rəsmi sənədlərlə məlumatın ötürülməsi ancaq telefon danışığı. Uşaqlar, burada cavab A variantıdır. İnsanların bir-biri ilə vəsaitin etalonunda, yəni cavablarında cavab burada C götürülüb. Amma kommunikasiya insanların bir-biri əlaqə qurması və bir-birinə məlumat ötürməsi deməkdir. Texnologiya təhsil sahəsində hansı yeniliyi təmin edib? Deməli, baxın, onlayn təhsil platformalarının inkişafını. Daha sonra aşağıdakılardan hansı tədris prosesini interaktiv edib? Televiziya reklamları, elektron kitablar və onlayn təhsil platformaları. Bəli, bunlar tədris prosesini interaktiv edib. İnteraktiv sözünün mənası nədir? İnteraktiv, yəni qarşılıqlı əlaqəyə əsaslanan, qarşılıqlı fəaliyyətə dayanan bir proses deməkdir. Mətnə əsasən texnologiya nədir? Elmi biliklərin nəzəri tərəfi, insan problemlərini həll etmək üçün istifadə olunan vasitələr və üsullar, yalnız mobil telefonların istifadəsi, təkcə sənaye sahəsində tətbiq olunan sistemlər. Uşaqlar, cavab B variantı, yəni insan problemlərini həll etmək üçün istifadə olunan üsul və vasitələrdir. Baxın, burada da mən az əvvəl oxumuşdum. İnsanların problemlərini həll etmək üçün istifadə olunan üsul və vasitələrdir. 7-ci suala baxaq. Kommunikasiya sahəsində nələr daxildir? Mobil telefonlar, internet və sosial media. Cavab D variantı. Uşaqlar, yenə də etalonda cavab C variantı verilib, amma doğru cavab D variantıdır. Mətndə altından xətt çəkilmiş sözün mənası nədir? İndi ola bilər ki, uşaqlar, bu köhnə nəşrdir, yeni nəşrdə düzəldilib. Mətndə altından xətt çəkilmiş sözün mənası nədir? Mətndə altından xətt çəkilmiş söz hansı idi? Qlobal. Deyir ki, insanların sosiallaşmasına və qlobal əməkdaşlığın güclənməsinə şərait yaradır. Qlobal, uşaqlar, insanların, qlobal, dünya miqyaslı, hər tərəfli deməkdir. Mətnə əsasən texnologiyanın mənfi cəhətlərindən biri hansıdır? İnsanların ekoloji asarını sağlamaq üçün sosial təcridin yaranması. İnternet texnologiyasının faydası nədir? İnternet insanların bir-birindən uzaqlaşdırmaq, dünyanın istənilən nöqtəsi ilə asan əlaqə yaratmaq. Bəli, əsas faydası budur. Cavab B variantı. Tibb sahəsində texnologiyanın ən mühüm rolu nədir? Xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi. Mətndə hansı yarımbaşlığa rast gəlinmir? Texnologiyanın təhsil sahəsində rolu var idi. Texnologiyanın tarixi inkişafı yox idi, uşaqlar. Texnologiyanın mənfi təsirləri də var idi. Tibb sahəsində tətbiqi də var idi. Mətnin əsas mesajı nədir? Texnologiya problemlərin həllində mühüm vasitədir. Bəli, uşaqlar, texnologiya problemlərin həllində mühüm vasitədir. Mətnə əsasən hansı fikir yanlışdır? Texnologiya yalnız sənayedə tətbiq olunur.
Elə A variantı yanlışdır. Texnologiya həm deməli tibbdə, təhsildə, sənayedə və sair ekoloji problemlərdə tətbiq olunur. Mətndə nədən bəhs edilmir? Texnologiyanın ekoloji problemlərin həllində rolundan danışılırdı. Günəş sistemləri vardı. Sonra külək tribunları. Bunlar onun ekoloji sahədə günəş sistemləri, günəş enerjisi və külək turbinləri, elektrik avtomobilləri texnologiyanın ekoloji problemlərin həllində təsirini göstərir. Təhsildə texnologiyanın rolundan danışıldı. Kommunikasiya sahəsində texnologiyanın inkişaf tarixindən. Xeyr, kommunikasiya sahəsində danışıldı ki, insanlar bir-birlə əlaqə saxlayır, amma inkişaf tarixi haqqında demədi ki, ay bu zaman yaradılıb, bu zaman inkişaf edib. Belə bir inkişaf tarixindən danışılmadı. Cavab C variantından mətndə bəhs edilmir.